Hər birinizi yeni ve çok farklı bir videodan salamlayıram dostlar, yoldaşlar. Bugünkü videomda gülə də bilərik, biraz kədərlənə də. Bu hisslər biraz qarışacaq. İlk onu deyim ki, uzaqlarda, amma çox uzaqlarda bir diyara, Zaqatalanın Qalal və Qarqay kəndlərinə gedirik. O halda nə etdik? Getdik. İlk olaraq Fazil dayı gəldi, Uazla məni götürdü. Daha sonra bacımgilin evlərinə gəlib onları da götürdük. Bir sözlə külfət yığışıb düşdük yola izə. Arkada hamı düşünürəm ki, çox mehribancasına gedirik. Amma nə gedirik ha? Gəlib çatdıq çaylar, dərələr olan yerlərə. Burada mən bir dronla biraz çəkiliş elədim. Bir 20 saniyə sizi baş-başa buraxıram bu hissə ilə. Yolda Əzgili kəndinə çata-çatda Yemişan ağaclarının olduğu yerdə dedim ki, bir dayanaq, bu dərmandan da bir dadaq. Yemişan və Əzgil yığan yığdı, yeyən yedi, təzəldən düşdük yola izə. Nəsə, gəldik çatdıq ilk olaraq Qalal kəndinə. Sən demə, yenə də qaynanan mənə babat istəyirmiş. Yenə gəlib bir məclisin üstünə çatdıq. İlk olaraq təbii ki, Eldar dayı, bir də Gülzar nənəmlə bir həsrət gidərdik. Uzun müddət idi ki, bir-birimizi görmürdük, gələ bilmirdim kəndə. Daha sonra bütün qonaqlarla da salamlaşdıq. Burada da hər kəs öz işində idi. Kimi orada bir heyvan aşırmışdı, hər nəsə. Başladıq yaxşı da yeyib, sonra da içmağa. Bu söz araq içənə də aiddir, meyvə suyu içənə də. Mən meyvə suyu içdim təbii ki. Meyvə suyunu da içib, buraları da dronla bir gözəl çəkib, gedəsiydik Qarqay kəndinə. İndi isə sizə Qalal kəndini göstərim yuxarıdan. Baxın. Baxdınızmı? Bu kəndin gözəlliyini də gördünüzmü? Çünki mənim görməyimdə biraz problemlər və əngəllər yaranıbdı artıq. Nəsə, qonaqlar da yola salıb, özümüz də düşdük yola. Düz Qarqay kəndinə. Yola tədəcə düzəlmişdik ki, Arif dayın iti məni boğaza yığdı. Mən də şığadım onun üstünə. Gəl! Sonradan eşidirəm ki, iç şəkər olubdu. Gəldik Qarqay kəndinə çatdıq. Gəldik Eldar dayıgilə. Mənim gözəl Eldar dayım. Nə gəlirsən, neçə ildir gəlmirsən? Bir pişiyi incitdim, bir toyuğu incitdim. Nəsə, bugün heyvanlarla tutaşmışam da. Qalala kimi özüm çəkiliş edirdim. Qalaldan sonra məni Daniel ancaq çəkdi. Qarqayda da əslində çox maraqlı oldu. Yol üstü kənd insanları ilə görüşdük. Sonra Aygüngil'ə gəldik. Onun da bir iti var idi. Gülürdü, amma mənə belə şeylər o qədər də qorxutmur deyib itlə itlik eləməyə başladım. Aygünün anası ilə də çəkiliş edib daha geri qayıtmaq üçün düşdük yola izə. Çox uzatmayın videonu. Bura qədər yaxşıdır. Sağ olun. Növbəti videoda görüşərik. Qarqaydakı meyvə suyu biraz artıq oldu deyəsən ma. Follow zat da eləməyin, videonu da bəyənməyin. Sağ olun, salamat qalın.